Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə ATV-lər deyilən ərazidə 3 sotun içində şəxsi inşa olunmuş 2 mərtəbəli, 5 otaqlı, tam təmirli bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim edəcəm. Nəzərinizə çatdırıram. Ev 3 sotun içindədir. Bələdiyyə qərarı var, arxivli sənədli, kupçiyə gedən sənədli. Gördüğünüz kimi, hörmətli izləyicilər, bax bu evin darvaza hissəsidir. Draplar qoyulub, qaz, su, işi, kanalizasiya hamısı ev sahibi tərəfindən təhvil verilir. Pultla idarə olunan giriş darvazasıdır. Evin hər tərəfi demək olar açıqdır, havalanmaya uyğundur. Evdə xırda-para işlər qalıb. Ev sahibi bunu özünə şəxsi inşalətdirib, demək, özündə şəxsi təmirlətdirib. Yəni bunu nəzərinizə çatdırım ki, hörmətli izləyicilər, nə var? Hamısı keyfiyyətli materiallardan istifadə olunub. Demək, hörmətli izləyicilər, sadəcə müəyyən səbəblərə görə ev sahibi pul lazım olduğu üçün evi satışa çıxardıb. Həqiqətən ev həqiqətən çox təmiri qəşəng evdir. Gedən indi evin içi ilə tanış olağın. Ev sahibi bura belə raşotkalarına, dəmir raşotkanı yığdır verəcək, zakaz verib. Yəni gətirib oraya sulanıb qorunacaq. Kim gəlsə bəlkə onlar kimi hazır olacaq. Keçirik içəri. Demək, burada bir hardasa 14-15 kvadratlıq mətbəxdir. Gördüyünüz kimi, hörmətli izləyicilər, bax bu hissəsi geniş pəncərəsi, özü bahalı pəncərələrdən istifadə olunub. Gördüyünüz kimi, yəni ev də qoşadaşdan, kurqabı da qoşadaşdan inşa olunub. Nəzərinizə çatdırım, hörmətli izləyicilər. Bax burada hamamdır. Demək, hamama orada elə bir istəsiz paltar yumarsın, zatsın, paltar sərbəsi yaxşıdır. Burada aksesuarlar qoyulub, moderator qoyulub. Ev sahibi hər şeyin qoyubmuş. Sadəcə müəyyən səbəblərə görə burada da paltar yumarsın, zatsın, paltar ütüləmək üçün ev sahibi burada belə bir şərait yaradıb. Burada aşağıda bir dənə zaldır. 4 metrənin 7 metri, 28 metrdir. Bir dənə işıqları qalıb, ev sahibi o işıqları gətirib bərpa eləyəcək. 4-ün 7-yə. Çox da gözəl belə zalı var, genişdir, yəni hər şey qaydasında. Ara kəsmələr, baxın, bax, qoşadaşdan olub. Ev sahibi özünə elib deyə, hamımız ara kəsmələr də burada qoşadaşdır. Keçən dik yuxarı otaqlarına tanışılır, bir zal, bir mətbəx aşağıda, bir də sanuz evdə. Özdə, hörmətli izləyicilər, baxın, demək, pləkanla qapıların rənglərin eyni seçib, ev dizaynla yığılır. Birinci elə sanuz ilə göstərək, bax, görürsünüz, burada da moydatırın qoyulub, səliqəli səhmanlı yığılıb, ev həqiqətən çox çiçək kimi evdir. Gördüyünüz kimi, hər şey qaydasında. Demək, hörmətli izləyicilər, 4 otaqda buradadır. Geniş otaqdır, pəncərələr hamısı işıqlıdır. Aboylar, bahalı aboylardan istifadə olunur. Qapılar, qəşəng rəngli qapılardır. Burada bir dənə uşaq otağıdır. Bunu nəzərinizə çatdırım, hörmətli izləyicilər. Balaca xudmaniyə, iş otağı kimi, uşaq otağı kimi əlverişlidir. Bir 5-6-7 kvadratı olar. 2 də böyük geniş otaqlar var burada. 15-16 kvadratlıq yataq otaqlardır. Evin böyrünə də məsafə var. 1 metrdən 2 metrdən çoxdur. Heç bir maneə törətmir. Burada da yenə haradasa 16-18 kvadratlıq. Görürsünüz, hörmətli izləyicilər. Təxmini ölçülər deyirəm, az fərq eləyər. Gördüyünüz kimi, hörmətli izləyicilər, burada da hamısı qaydasında ev tam hazır vəziyyətdədir. Bir dənə işıqlar qalıb, yüngülvarıq işlər qalıb. Kuçatılar qoşulub, hamısı qaydasındadır. Hörmətli izləyicilər, burada balkon çıxışıdır. Buranın da demək, burada balkondur, buranın da raşotkasını ev sahibi qoyub verəcək. Yəni deyirəm, aşağı ilə o pləkanlarından bir yerdə ikisində yəni zakazı verib, hal-hazırda bir dəqiqə ustadadır. Hörmətli izləyicilər,
kimlərsə evin satmaq istəyirsə 055 389 38 08 nömrəsinə əlaqə saxlayın. Evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da sosial əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymət evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb. Kodları götürmək yaddan çıxmasın, hörmətli izləyicilər. Yenə qeyd edirəm, ev Ativlər məhəlləsində hündür bir yerdə yerləşir. Nəmişli yolmen əraziyə yerləşir. Bələdiyyə sənədi var, arxiv sənədi var. Bunların hamısı nəzərinizə çatdırım. Qiymət 168 min. Qəşəng qiymət kimi də yəni bazara çıxıb. Normal qiymətli, nə baha deyil, nə də ucuz deyil. Real alıcı olsa indirim olmağına birbaşa sahibi ilə görüşəcəksiniz. Son sözdə hörmətli izləyicilər ev sahibi deyəcək. Sona qədər izlədiyi üçün də təşəkkür edirəm.